Azərbaycan bədii kinosunun incilərindən sayılan "Onu bağışlamaq olarmı?" filmi yalnız bir zamanın mənzərəsini təqdim etmir. O həm də keçmişin üzərində dayanaraq bugünə güzgü tutan nadir əsərlərdən biridir. 1959-cu ildə rejissor Rza Təhmasib tərəfindən ekranlaşdırılmış bu film Məmməd Hüseyn Təhmasibin Bahar adlı pyes əsasında ərsəyə gəlmişdi. Abad olur ev, oba, kənd, şəhər yurdumuzda, yurdumda. Lakin bu sadəcə bir film yox, bir vicdan sorğusu, bir cəmiyyət tənqididir. Filmin mərkəzində duran obraz, Tərlan, tipik bir cinayətkar prototipi deyil. O nə qatı bir qatil, nə də ixtiyar sahibi olan azad biridir. O daha çox cəmiyyətin diqqətindən yayınmış, sevgi və istiqamət görməmiş bir gəncdir. Demək sən şoförsən. Özün də verdiyin ifadəyə görə Qazaxstanda işləyirmişsən. Bəli. Bakıya da ki dünən gəlmisən. Bəli. Tərlan biganəliyin, etinasızlığın və tərbiyə boşluğunun nəticəsidir. Onun hekayəsi bir insanın mənəvi süqutu yox, bir cəmiyyətin sosial məsuliyyətini unudaraq öz övladlarını itirməsinin faciəsidir. Filmin sujet xətti son dərəcə sadə və bir o qədər də sarsıdıcıdır. Tərlan təsadüfi dostluqların, yanlış mühitlərin və biganə ailə münasibətlərinin içində formalaşır. O xoşbəxtlik axtarışında istənilən bir yerdə qəbul olunmaq ehtiyacı ilə alışıb yanan bir ruhdur. Nəticədə isə bu ruh yandıqca ətrafını dayandırır. Bir gün bir gənc qıza qarşı etdiyi hərəkət onun həyatı boyunca daşıyacağı bir cinayətin altına imza atır. O basılmadı. Amma sən basıldın Tərlan. Özü də kimə? Vurub kör elədiyin bir qızın barmaqlarına. Ən diqqət çəkən cəhət odur ki, film Tərlanı yalnız bu hadisə ilə deyil, onun içində baş verən mübarizə ilə tanıdır. Tərlan bu hadisədən sonra qeybə çəkilmir. Əksinə, içində qopan vicdan fırtınası ilə bir dəyişimin başlanğıcına qədəm qoyur. Ver mən tikim. Yox, özüm. Görürəm əlindən gəlmir, ver tikim. Yox, mən həmişə özüm tikirəm. Sənə deyirəm, ver mən tikim. O etiraf etməyi seçir. Bu hüquqi bir addım kimi görünməklə yanaşı, əslində bir mənəvi cəsarətdir. Çünki cəza qorxusu ilə deyil, daxili peşmançılıqla edilən bu etiraf həm qanunun, həm də insanlığın qələbəsidir. Film burada klassik hüquqi çərçivədən kənara çıxaraq bizi daha dərinə, bağışlamağın fəlsəfəsinə aparır. Mayor Qaya Mürşidov obrazı bu baxımdan simvolikdir. O sadəcə qanunun nümayəndəsi deyil, vicdanın səsi, anlayışın, səbrin və empatiyanın təcəssümüdür. O Tərlanı mühakimə etmir, onu dinləyir. Çünki bəzən dinləmək dəyişdirməyin ilk addımıdır. O mənə dedi ki, atan da anan da vətən xaini çıxmışlar. Bacınsa tutulub. Qaya Mürşidov Tərlana sən niyə bunu etdin deyə soruşanda, bu sualın altında sadəcə hüquqi motivlər yox, tərbiyə, ailə, ictimai münasibətlər və psixoloji ehtiyaclar dayanır. Film boyu sanki görünməyən bir metaforik tərəzi qurulur. Bir tərəfdə Tərlanın törətdiyi əməlin ağırlığı, digər tərəfdə isə onun peşmanlığı, dəyişmək istəyi və insan olaraq islah olunmaq arzusu. Bu tərəzidə tərəflərdən hansı üstün gəlməlidir? Hüquqi təmkin, yoxsa mənəvi mərhəmət? Və əgər insan dəyişmək istəyirsə, onu keçmişinin içində həmişəlik məhkum saxlamaq ədalətdir, yoxsa intiqam? Mərc qoşaram ki, o material sənin özünə aiddir. Qaya qəsdən onu sənə verib, prokurorun yanına göndərib. Sən nə danışırsan? Kimdir o prokuror? Mən. Tərlanın həyatını dəyişdirən şey qanunun sərt üzü yox, Qaya Mürşidovun insani baxışı, onu bir cinayətkar yox, bir insan kimi görmək bacarığıdır. Bu da hüququn sərhədlərində mənəviyyatın özünə yer etməsi anlamına gəlir. Əslində bu, bizi hüquq və əxlaqın qarşılıqlı əlaqəsinə aparır. Fanar yandı. Sənin gözlərini gördüm. Vura bilmədim. Veysələmə haqlıdır. Mən bir şərəf, bir qeyrətəm. Onu kör elədim. Bu nöqtədə filmin adı tam mənası ilə bir fəlsəfi sual olaraq dərinləşir. Onu bağışlamaq olarmı? Bu sual sadəcə Tərlan üçün deyil. Bu sual hər bir fərdin və bütöv cəmiyyətin vicdanına verilmiş bir sorğudur. Hər bir bağışla sözü arxasında böyük bir məsuliyyət daşıyır.
Çünki bağışlamaq, unutmadan qəbul etmək, qanunun tələbləri ilə yanaşı vicdanın da tələblərini yerinə yetirməkdir. Filmin sonunda dəyişən təkcə Tərlan deyil. Əslində film bizləri də dəyişir. Bizə göstərir ki, insan bəzən cəzalandırılaraq yox, anlaşılaraq da islah ola bilər. Onu bağışlamaq olarmı? Bu sualın cavabı hər zaman bir mənalı deyil. Amma film bizə öyrədir ki, insanın dəyişilmə imkanı varsa, cəmiyyətin borcu onu qazanmağa çalışmaqdır. Çünki bəzən bir fərdin dəyişməsi bütöv bir cəmiyyətin işıq yeri olur. Siz deyin. Onu bağışlamaq olarmı?